من كنت مولاه فعلي مولاه. Qədir-Xum günü çox mühüm gündür. Yaxşı keçirdin o günü. Çox böyük bayramdır. Peyğəmbər buyurur ki, bunları inşallah qulaq asın. Bir həftə içində tez qabaqcadan verdim ki, bunları paylaşarsınız. Qoy eşitsin cəmaət, o günü bayram eləsin. Əməllərini də sizə deyirəm Qədir-Xumun. Buyurur Peyğəmbərimiz ki, Yevmə Qədir-Xum əfzəlu əyadi ümməti. Ümmətimin ən fəzilətli bayramıdır, ən üstün bayramıdır. Huvəl yevmullezî əmərənillah fihi binəsbi əxi Ali ibn Abi Talib aləmən li ümməti yəhdunə bihi bə'di. O gündür ki, Allahın Rəsulü təyin elədi Əli əleyhissalamın imamətini həmən günü. Və huvəl yevmullezî əkməlallahu fihi din. O gün din kamilləşdi. Allah neməti o gün tamamladı və Allah dindən o gün razı qaldı. Bax, bu dindən. Yaxşı, bu bir söz. O gün əməllərindən biri oruç tutmaqdır. Oruç tutmaq. Hədis İmam Sadiqdəndir. Kim o günü oruç tutsa, bərabərdir nəyə? Elə bir bütün ömrünü oruç tutmusan. Bütün ömrünü oruç tutmusan və yaşamısan və oruç tutmusan. 70 il yaşayacaqsan, 70 il oruç tutmusan. O bir günə həmən o 70 illəri verərlər. Bu bir məsələ. Buyurur ki, So'mə yevmi Qədir Xummin kəffarətu sittinə sənə. O günün orucu bərabərdir 60 ilin günahının kəffarəsinə. Bu qədər gücü, qüdrəti var. Bağışlanmaq istəyənlər o gün orucundan möhkəm tutsunlar. O gün orucu. Bu iki. Yaxşı. O günün əməlləri. O gün əməllərindən deyəcəm sizə neyini. Amma savabını sizə deyirəm. Əgər bir insan o günü bir iş görə İmam Sadiq əleyhissalamdır. Nandı hədis. İnnəl əmələ fi yevmi Qədir, fi yevmil Qədir. Buyurur ki, ya'dilul əməl fi səmaninə şəhra. O günün bir əməli 80 ayın əməlinə bərabərdir. 80 ay. Bu bir məsələ. Yaxşı. Bu da bir. Orucun dedim, əməlin dedim, ən gözəl bayramdır, onu da dedim sizə. O günün əməllərindən biri nədir? İt'am eləməkdir, yedirtməkdir. Süfrə açasan, qonaqlıq verəsiniz. Hədisdə var, mən ətəmə mu'minən. Kim bir nəfər bir süfrə açar, bir yığa, Allah dostlarını bir yerə. Əleyhissalam sevdalılarını bir yerə, əhl-i beyt sevərləri, iman əhlini bir yerə. Kəmən ətəmə cəmi'əl ənbiya və siddiqin. Elə bir süfrə açıb 124 peyğəmbərin hamısı orada əyləşib. Əgər kim sizə 124 peyğəmbəri qonaq eləsin, bismillah. Buyurun, o gün Qədir-Xum bir süfrə aça bilərsiniz. Süfrələr açın. Niyə bunu tapşırıblar? Xüsusi bayram abu-havası yanansın. Cəmaət o günü bayram kimi hiss eləsin. Və mən İmam Rızanın da sözünü deyirəm sizə. İmam Rıza özü o tuzda olanda bayram kimi keçirirdi. İnsanlara hədiyyə verirdi. Hədiyyə verir bilirsiniz, hədiyyələr də verin. Və İmam Rızanın tapşırıqları da deyir, xoş üzlə bir-birinizlə görüşün. Dostlar, qardaşlar biri digərini, xanımlar biri digərini ağuşuna alsın, bağrına sıxsın. Qardaşlar biri digərini öpsün, xoş üzlə görüşsün, bir-birinə təbrik desin. Danışanda bir-birinə təbəssümlə danışsın. Hətta hədiyyə almaq istəyirsə ailəvizə yaxşı gündür, İmamımıza tapşır, ailəvizə, balalarınıza hədiyyə alın, süfrə açın ailəvizə. Ailəvizlə oturun. Hətta şairlərə deyir, şeir yazın, Əli əleyhissalam mədh eləyin, şairlər eşitsin məni. Qədir-Xum günü inşallah Əli əleyhissalamın bir mədh edərək bir şeir yazın. Və o günün əməlləri də bu qədər inşallah. Mənə dua eləyin. Mən də sizə dua eləyirəm da mən bugün o nəfsin tuğyanını saxladım ki, biraz Əmirül-Möminindən danışım ki, bir neçə gün bu yayılsın ki, dostlardan xahiş edirəm bu mövzuları yayın ki, qoy eşitsinlər və bayram bir abu-havası yaransın Qədir-Xumda, Qədir-Xum günündə. Allah bizi Həzrəti Əmirül-Möminindən ayrı salmasın inşallah. Allah nəslimizdə Əli düşməni qərar verməsin. Allah nəslimizdə Əli düşmənləri sevənləri qərar verməsin inşallah.